Selamun aleyküm. Bu mövzu sırf qızlara aiddir. Bəzi qızlara, istifadəçi qızlara. Deməli, qızlar arası gedib oturursunuz restoranda, yemək zakaz edirsiniz, şəkil çəkdirirsiniz, selfie çəkdirirsiniz, deyirsiniz, gülürsünüz. Şot gəlir çıxır 200 manat. Hərə kaşlokun açır, 50 manata qoyur stolun şotun bağlı və heç kəs etiraz eləmir, demir ki, mən şotu verməyəcəm, mən şotu vermək istəmirəm və yaxud mənim pulum yoxdur. Tamam. Amma oğlanlara gəldikdə isə hər zaman şotu oğlan ödəməlidir. Niyə? Bu hansı qanun, hansı çərçivədə, hansı kitabda yazılıb ki, hər dəfə şotu oğlan ödəməlidir? Nədir axı məsələ? Yəni, hər şey əgər bərabər olmalıdırsa, hərəviz siz də pul verməlisiniz, oğlan da pul verməlidir. Oğlan təkcə pul verməməlidir. Siz bilirsiniz ki, oğlanlar nə qədər pulu əzab əziyyətlə qazanır, zülmlə qazanır. Baxın, çox uzağa getməyək. 8 martda və yaxud da 14 fevralda iki tərəfi qınayıram. Həm oğlanları, həm qızları. İndi izah elə. Birinci qızlardan başlayaq. Qızlar, oğlana məsəl üçün qızlar üçün gül alırlar. Qızlar onu qoyurlar story. Ay mənim aşkitom, mənim balam, mənim ürəyim. Mənim üçün gül alır filan bəs məkan. 24 saatdan sonra o gül yoxa çıxır. Atırlar onu zibil qabına. Oğlanların zəhməti belə hədər gedir. İndi gələn oğlanlara. Oğlanlar o həmin gül əvəzinə bir dənə kreativ bir hədiyyə ala bilərlər. Bir dənə hansı bir gözəl bir məsələn üçün suvenir ala bilərlər və yaxud da bir antikva bir şey ala bilərlər ki, ömür boyu bu getsin. Əgər bu sevgidirsə, sevgi iki tərəfli olmalıdır. Nətər olur ki, ay qızlar, şota gələndə öz xanımlarınızla verəndə olur yaxşı, oğlanlarla ödəyəndə olur pis. Bu nə düşüncədir? Yəni, niyə hər zaman, məsələn üçün, o ilk sevgi oğlan eləməlidir, ilk evlilik təklifini oğlan eləməlidir, ilk nə bilim, hədiyyəni oğlan almalıdır, ilk nə bilim, xoş sözü oğlan deməlidir, ilk qızı harasa aparmağı oğlan eləməlidir, ilk nə bilim, qızla nəsə münasibət olduqda və yaxud da nəsə bir sevgi etirafı olduqda oğlan eləməlidir. Hər şey oğlanlardan gözləyirlər. Nəyə görə? Məsələn üçün, hər şeyi oğlan etiraf eləməlidir, amma qızlara gələndə isə qızlar elə etiraf eləməyi sevmirlər. Qızlardan mən görməmişəm ki, bağışla sözünü desin. Bilməmişəm, səhv etmişəm. Yəni, oğlanlara bağışla demək padlodur, amma qızlara bunu demək olmaz, hə? Yəni, bu nə məntiqdir, bu nə düşüncədir? Çalışın ki, öz sevdiklərinizi pulla yox, həqiqi dəyər verin, özünüzə yaxşı baxın.